Ey Bəni İsrail, haqqa batıl da onu geyindirməyin və bilə-bilə də haqqı gizlətməyin. Növbəti bir məsələ budur. Nemətlərini xatırla deyir. Hələ biraz da yenə nemətdən danışacaq. Bu dəfə isə bir dəfə də əhd peymandan danışdı. Bu dəfə isə deyir ki, haqq bilirsinizsə nədir? Ona batıl da onu geyindirməyin. Bilirsiniz axı. Həzrət Muhammed əleyhissalamla gəlirdilər danışmağa. Həzrət Muhammed əleyhissalam onlara hər şeyi izah eləyirdi. Gəldilər bir qrupu dedilər ki, öz dinindən danış görək. Peyğəmbər də başladı danışmağa. Dedi mənim dinimdə belədir. Allahı tanıyırıq. İbrahim, İsmail, peyğəmbərlər hamısını çəkdi, sonra da Həzrət İsa'ya çatdı. Dedi Həzrət İsa ona dedi, "Yox, biz onu qəbul eləmirik. Bura qədər yaxşı gəlmişdin. İsa'nı qəbul eləmirik biz. Sənin də dinini də çox pis görürük." Belə dedilər, getdilər. Siz haqqı görə-görə necə ona batıldır? Bilirsiniz axı söhbət nədən gedir? Siz keçmişdən nə varsa onları qəbul edirsiniz, amma bundan sonra növbəti addımları qəbul etmirsiniz və bilirsiniz də ki, səhvsiniz, amma ona bir haqqa batıl da onu geyindirirsiniz və bilə-bilə bunu gizlədirsiniz. Bu da növbəti xüsusiyyət. Yəni biz hər vaxtı bilsək bir şeyi, gizlətsək, bilək ki, bu qövmdə o var idi, Allah onu qınayırdı. İstər ailə məsələsində, istər ictimai məsələlərdə, istər məişət, hər nədə bu xüsusiyyətimiz olsa, Bəni İsrailin axırına çıxan xüsusiyyətlərdən biri də budur. Bilə-bilə haqqı gizlətmək olmaz.